Evin qiyməti yenə də endirildi. Qardaşım, yenə də 10 min endirimlə gəlmişik əziz izləyicilərimizin qarşısına. Bizi bilirsən də, qardaş. Biz ancaq endirimli evlərlə gəlirik. Qardaş, mən bilmirsən, mənim çəkilişlərim ancaq endirimdir. Hələ real alıcıya 10 min hində endirim olunub qiymətinə. Real alıcıya yenə də endirim olunsa, qardaş. Evimiz 3 sotun içində 4 otaq, yerdən 10 daş kürsüdür, 9 daş, 10 daş. Qoşadaşla, kəməri, bünövrəsi betonla inşa olunmuş evdir. Evimizin zirzəmisinə girişi var, sol tərəfindən arxasına keçidi var. Özdə ən əsas məsələ, qardaşım, eyvanlıdır evimiz. Mətbəxindən eyvanlara çıxışı var. Bir dənə həyətin, bir dənə çək, qardaşım. Evimizin yerləşmə yeri. Zabratda, qaydının arxasında. Qaydının arxasında qapısı necəndə asfaltdır. Marşrut yolundan da ki, 100 metr məsafədə. Amma ki, asfalt da qapısı necə. Həyətində bisetkası, yəni evin də söhbəti yoxdur, yəni tikintisinə söhbət yoxdur, qardaş. Dizaynına söhbət yoxdur. Dəhlizimizdir. Görürsünüz, laminar döşəməmiz. Sol tərəfdə yerləşir bizim mətbəx otağımız. Mətbəx mebeli də yığılıb, qardaş. Əsas məsələ eyvanla çıxışı var. Bir dənə qonaq otağını çəkək. Bəh, maşallah, qardaş. 8 metrə oxşayır bunun zalı. Rahat 8 metrdir, qardaş. 8-in 4-ə. İndi vur kvadrata, bir dənə qonaq otağını bax, gör neçə kvadrat. Bura bizim uşaq yataq otağımızdır. Özdəki evimizin də pəncərələri divara söykənməyib, tam işıqlıdır otaqlarımız. Bax. Necədir, qardaş? Yataq otağı. Qardaş, bu evin kvadratı istən isə 125-130 kvadratdır. Yəni, həqiqətən ev çox keyfiyyətlidir. Qapılarından tutmuş, bax, hamma otaqdır, isti döşəməmiz, aksesuarlarımız yığılıb, asma tavanımız da. Görürsən? Start qiymətimiz 135 min manatdır. 145 min manat idi bu evin qiyməti. 10 min endirildi, 135 min manat. Real alıcı bir dənə bizi ilə əlaqə saxlasın, səhifədəki nömrə ilə. Götürək, göstərək, hələ 135 min manatdan endirim də olunacaq. Həm evin, həm torpağın kupçası ilə paket kupçadır. Əziz izləyicilərimiz, tələsin. Bax, burada 2-3-4 dənə idi bu evdən. O şey satılıb bir neçəsi. Tələsin, endirdiyi qiymətini gələsiz siz də ala biləsiniz. Sağ olun, bu günə bu qədər.